Bayaqdan açot edirəm, bu gün nə qədər qazanmışam. Və bəzi insanlara həqiqətən də yazığım gəlir. Çünki bu həyatda, qardaş, risk eləmək lazımdır. Gəlin başa salın, niyə? Baxın. Bu günlük qazancımdır, yəni bugün tarixini gördüyünüz kimi. Binance'dan 452 dollar, YouTube'dan 289. Bugün YouTube'da zəifçilik olub qısacası. Real Business'dan 961 dollar, Chiners'dan 75 dollar. Sonra Mobox'dan gördüyünüz kimi bugün zəifçiliyi 36 dollar. Ya deməyim odur ki, bu həyatda ümumiyyətlə dostlar. O bəziləri mənə sual verir. Risk eləməyə dəyər, yoxsa dəyməz. Qardaş, sabah bilmirsən, öləsən yoxsa sıçassan. Tak işte qardaş. Mən məsələn bütün proyektlərdə iştirak edirəm deyə mənim heç belə çıxması şeyimə də deyil sabah olur. Çünki başqa proyektdə onun əvəzini verir elədir. Ona görə də bir yerə